Testosteron. Həm kişilərdə, həm qadınlarda həyat keyfiyyətimizi təyin edən ən önəmli hormonlardan biridir. Bunu yalnızca idman üçün gərəkli olan və ya sadəcə kişilik hormonu kimi dəyərləndirmək düzgün olmaz. Bu, həyatdakı uğurumuza, hətta öz güvənimizə belə təsir edir. Testo əksikliyinə ən çox səbəb olan şey rejimsiz bir həyat tərzi və yüksək stress səviyyələrinə sahib olmamızdır. Buna görə də öncə həyatımızı bir rejimə salmalıyıq. Yəni, yatdığımızın, qalxdığımızın bir vaxtı olacaq. 1. Təbii ki də idmana gedəcəyik, yüksək yüklərlə işləyəcəyik, yüksək kardiyo eləyəcəyik. 2. Az yağlı və aşağı kalorili mənasız diyetlərdən uzaq durub, keyfiyyətli bir şəkildə qidalanacaq, bədənimizi bəsləyəcəyik. 3. Yuxunu, günəşi, D vitaminini, sinki, maqneziumu həyatımıza daxil eləyəcəyik. 4. İdmana təsirini də vurğulayım. Əgər kənardan testo alırsınızsa, sözün əsl mənasında əlinizə ağdan qaraya vurmanıza ehtiyac yoxdur, dostlar. Oturduğunuz yerdən də illərlə idmana gedən bir adamdan daha çox əzələ inkişaf etdirə bilərsiniz. Bir də belə bir qrafikimiz var, steroid və əzələ inkişafı əlaqəsini göstərir. Həftəlik testo olan bir qrup insan heç bir idman eləmədiyi halda idman eləyən tayfadan daha çox əzələ inkişaf etdirir. Təbii ki də hər kəsin öz seçimi var, bunu müzakirə eləmək bizə düşməz, sadəcə məlumat üçün bilməyinizi istəyir.